Deməli, burada yazdığımız tapşırığımızı izah edək. Ad və soyadımızı boşluq yazaraq çap edirdik və yaş və sinifinizi. Bunu mümkün bütün variantlarda yazacağım. Cout ad yazıram. Sonra arasına boşluq atmalıyam. Yazıram boşluğu. Sonra yazıram soyadım. Boşluğu biz tek dırnaq içərisində indidən yazmağa alışaq deyə elə tek dırnaqda yazın. Tek dırnaq açdınız və arasına boşluq atacağıq. Ki tek dırnaq özü dırnaqları açanda bu sıfır sayılır. String simvolların sıfırı sayılır bu. Əgər nəsə simvol olması üçün arasına boşluğu ayrıca atırıq. Cout adımızı, soyadımızı, boşluğu yazdıq. Sətrimiz bitdi. Axırda nöqtəli vergül qoyuruq. Keçirik növbəti hissəyə. Yaşımızı yazırıq. Yaşımız integerdir, tam ədədi. Onun dırnaqlara ehtiyacı yoxdur. Sonra arasına yenə boşluq atırıq. Sonra burada sinfi, məsələn, siz 8-ci sinif kimi yazsanız, mən də indi burada müəllim yazın. Bunu da yazdık, bitirdik. Nöqtəli vergül oldu. Bunu məsələn 29 yazdık. Burada 8-ci sinif yazmışsınız sayın. Eğer siz burada özünüz kod yazarkən 8-ci sinif, 7-ci sinif falan yazsaydınız, onu dırnaq daxilində yazmalı olacaqdınız. Eğer məsələn yaşınızı yazdınız, boşluğu açdınız. Burada məsələn 11 üstə gəl. Neçə ildir bitirmişəm məktəbi? 12. Bunu elə belə 11 normal sinif, 12-də məktəbi 12 il əvvəl bitirmişəm. O mənada yazmışam. Yəni tək 8-9 yazsaydınız, dırnaqsız yazacaqdınız. İndi baxaq. Burada Ayar Mahmudova çıxdı 29, müəllim. Burada da 29 və 23 çıxdı. Çünki biz burada riyazi hesablama aparmışıq. Riyazi hesablama ədədlər üzərində aparılır, dırnaqsız yazılır. Siz burada şagird kimi 8 yazacaqdınız və yaxud da 9 yazacaqdınız. Mən sadəcə özümə uyğun versiyanı yazmışam. İndi biz nə edirik? Çox möhtərəm Frital şagirdləri. Deməli, biz indi dəyişən daxil edərək ad, soyad, sinif, olimpiyada, sonra nəyi çap edə bilərik? Boyumuz çap edək. Deməli, burada nə edəcəyik? Dəyişən x və y-lərimizi daxil eləyərkən biz onların tipini verməliyik burada. Biz bayaqdan öyrəndik string nədir, integer nədir, float nədir. İndi baxıram. Ad, soyadım, bu olmalıdır string. Təyin edirəm. String yazarkən x, y-lə yox, bunları elə ad, soyad kimi təyin edəcəyik. Ad, soyadı təyin etdim. Sonra sinifimizi integer kimi daxil edək. Int sinif. Olimpiyada növü, referen və s. bunlar söz olur. Ona görə bu da stringdir. String olimpiyada. String ad, soyad təyin etdim. Ad, soyad adlı dəyişənləri koda daxil etdim. Onların tipi olacaq string. Sinif adlı dəyişənimi daxil etdim. Onun tipi olacaq integer. Olimpiyada dəyişənini daxil etdim. Onun tipi olacaq string. Sonra boyumuz 1.60, 1.70 və s. Bunlar float olduğu üçün float boy olaraq daxil edirik.
Sonra indi yazacağıq. Ad bərabərdir. Yazaq. Ayar. Müəllim, Bəli. biz stringdən sonra iki qoşun nöqtə qoymalı o vergüllü. Yox. Çünki bu elə bil ki, şey deməkdir, ad soyadın təyinidir bu. Hələ ki sətrimiz bitməyib də stringdən sonra. String, ad, soyad. Sətrimiz bitdi, nöqtəli vergül qoyduq. Burada da sinif dəyişəninin integer olduğunu bildirir. Bu ad soyadın yerinə x, y kimi düşünün. Bunlar elə istifadə olunur. Burada da biz artıq adın nə olduğunu təyin etmişik deyə artıq burada string yazmağımıza ehtiyac yoxdur. Adı yazdıq. Soyadı yazdıq. Doğru var. Sonra sinif 23 yazar. 23-cü sinif. Olimpiyada RFO. Sonra boy bərabərdir 1.60. Bunları yazdıq, daxil etdik. İndi çap etməliyik. Cout ad. Cout kiçikdir işarələri ad. Sonra adımızla soyadımız arasında boşluq olmasını istəyirik. O səbəbdən dırnaq işarələri açırıq, boşluğumuzu göndərdik. Sonra soyad dəyişənimi yazıram. Burada artıq biz x, y-lərimizi daxil etmişik deyə, burada biz birbaşa adımızı, soyadımızı yox, dəyişən adlarını yazırıq. Ad, soyad, x, y necə daxil etmişəmsə onları yazıram. Ad və soyadımı yazdım. Bunun axırında isə endl yazacağım. Endl, end line, sətrin sonu deməkdir. Yəni bu sətir burada bitir, artıq çap olunanda növbəti sətrə keçəcək. Yəni Ayar, Mahmud bəy və 23 bitişik çap olunmayacaq. 23 artıq növbəti ayrı sətirdən çap olunacaq. O səbəbdən biz burada endl yazırıq. Ad soyadımı çap etdim. Cout. İndi çap edirəm məsələn sinifi. Yenə arasına boşluq atıram. Ya da sinifi çap eləyim. Endl yazım, yeni sətrə keçim. Sinifi çap etdim, yeni sətrə keçdim. Cout. Sinifdən sonra nə var? Olimpiyada. Olimpiyadanı çap etdim, yenə yeni sətrə keçdim. Sonra var boy. Cout. Boyu çap etdim, yenə yeni sətrə keçdim. Baxın, burada nə etdik? Birinci, bizdən tələb olunurdu ki, dəyişən daxil edərək ad, soyad, sinif, olimpiyada boyumuzu çap edək. Biz nə isə çap etməyimiz üçün biz onları birinci daxil etməliyik. Bunun üçün də hətta daxil etməliyik yox, birinci ad soyadımızın hansı tipdə olmalı olduğunu bildirməliyik. Ad soyad sözdür, ona görə string olduğunu kodumuza bildirdik. Sinif integerdir, tam ədəddir, bunu bildirdik. Olimpiyada, RFO, RFM söz simvollardır, bu da string olduğunu bildirdik. Boyumuz onluq kəsirdir, bunun float, yəni onluq kəsir olduğunu bildirdik. Daha sonra adımızı, soyadımızı, sinif, olimpiyada və boyumuzu tək-tək yazdıq. Daha sonra var pillə, onların çap edilməsi. Cout ilə çap etdik hər birisini. Çap edilmə formamız bizim möhtərəm keyfimizə baxır. Məsələn, mən burada ad və soyadımı arasında boşluq olaraq çap etdim. Sonra dedim ki, növbəti sətirdə sinif çap olunsun, növbəti sətirdə olimpiyada, növbətisində boyumuz. Baxın, ad soyadım çap olundu, növbəti sətirdə 23, növbəti sətirdə RFO, növbəti sətirdə 1.6. Siz çap edərkən sinifi normal 8-9 yazacaqsınız da, sadəcə özümə 11 üstə gəl 12 mənasında 23 yazmışam. Bu belə. İndi siz hələ ki ekranda mən hələ ki bunu saxlayıram, bu kodu çevirib özünüzə uyğunlaşdırıb siz bunu özünüzə uyğun formada mənə atırsınız.
yazıb atın özünüzə uyğun formada. Yazırsınız mı? Mən videonu söndürməmişəm ki. Videonun axırı o sakit durduğumuz vaxtdan özəldən.